Elektronika sistemindən kiçik bir məlumat vermək istəyərdim. Bu demək ESC-dir. Bax bu. Bu güc blokudur. O qızdır 30 amperli. Özü 80 amper gücündədir. Yəni 80 amperli ESC lazımdır bu mühərrik üçün. Pultumuz modifikasiya eləmişəm 5 kilometrə kimi tuta bilər, amma bizə təbii ki lazım olmayacaq mənə. Full avtonom rejimdə gedəcək. Bu lityum polimer 3000'lik 11.3 11.1 3S batareyadır. Dəyişəcəm lipoyu, lityum iyon. Sadəcə sınaq üçün. Mühərrikin gücünü göstərmək istəyirəm və servoları yoxduram. Hansı servo sıradan çıxıb, hansılar yaxşıdır, hansılar işə yarayır, hansılar yox. Demək, ülkü yandırdı. Bilgi və yüngül qaz. Ben buradan eşitliğe ya yok. Bir balaca pərdə diagonal pozuntusu var. Versə titrəyir. Həm də əlimdə saxlaya bilmirəm, çox güzel. Koydum buraya. Deməli slotunu eləyək. Aldım işte. Kamera için geçelim. Sonra neyimiz var? 2 de qanadda var. Yani başka bir qanadım var, düzəltmişəm. Onda var o heç. Ya bu işləydi, bu yapışır. Arxa ruder üçün qəşəng. Sonra bu da işləyir. Bu da qəşəng. Sonra bu da işləyir, bu da qəşəng. Lot süper işləyir. Gözəl, möhtəşəm.